Hamıya salam, kanalıma xoş gəlmişsiniz. Bugün sizinlə birlikdə Bravo'dan böyük bir abur-cubur alış-veriş edəcəyik. Sırf ancaq abur-cubur alış-verişi olacaq. Arxa fonda mahnı olduğu üçün üstdən səsləndirmə edirəm. Haribo'nun bu növünü qızlar yoxlamamışsınızsa, mütləq şəkildə yoxlamalısınız. Çox gözəl bir dadı var, bağımlılıq yaradır. Həmçinin Türk kofesini keçən vlogda da göstərmişdim. Endirimə düşmüşdü hal-hazırda. Əslində peçenik almaq istirdim, amma daha öncə yoxlamadığım, sınamadığım bir şey almaq istirdim. Çeşid isə boldu. Əlbəttə ki, bundan heç sınamamışam. İstəyirəm bir dənə bundan götürək, yoxlayaq, görək necədir. Çox görürdüm. Bu səfər alıb yoxlamaq istədim. Gələcəkdə sizə bildirmək istəyirəm ki, həqiqətən də dadın möhtəşəm idi. Alın, aldırın mütləq. Özəlliklə də soyuducuda saxladığınız zaman çox dadlı olur. Tukları çox sevirəm, amma təəssüf ki, hal-hazırda tərkibini dəyişdiriblər. Əvvəlki dadı yoxdur. Həmçinin mənim sevdiyim bu long chipsləri də endirimə düşmüşdü. Əlbəttə ki, 2 dənə götürdüm. Mənim ən sevdiyim versiyası soğanlı ilə sırf kartoflu olandı. Keçən dəfə rayona gedəndə Leysin bu növündən də sınamışdım. Həqiqətən də çox dadlıdır. Əgər Leysin digər standart növlərindən sıxılmısınızsa, mütləq dadına baxmağınızı tövsiyə edərəm. 22 yaşım var, amma hələ də belə uşaqlar üçün olan maraqlı şeylər diqqətimi çox çəkir. Və ilk dəfədir belə bir tirxoçkiləri görürdüm. Həqiqətən də maraqlıdır. Siz əgər yoxlayıb dadını bəyənmisinizsə, yorumlar hissəsində yazın. Gələn səfər mən də mütləq alıb baxacağam dadına. Sosial şəbəkələrdə belə bir popkornun varlığına xəbərim var idi, amma marketdə 2 dəfə idi rastlaşırdım. Belə 2 növü var idi, bibərli və sadə duzlu olan. Mən sadə duzlu olan versiyasını götürdüm sınamaq üçün. Bəyənsəm digər versiyasını da alacağam. Evə getdikdən sonra mütləq bunu da yoxlayıb sizə də göstərəcəm nəticəni. Əgər gözəl bir saç baxım seriyası almaq istəyirsinizsə, Morphosun bu milk terapi versiyalarına baxa bilərsiniz. Hal-hazırda burada marketdə qiymətləri təkbətək çox bahadır. Düşünürəm ki, mən 2-3 il bundan əvvəl Trendyolda kargo qiyməti çox münasib olduğu zamanlarda hər üçünü birlikdə almışdım. Çox uyğun bir qiymətə 22-23 manat almışdım. Amma hal-hazırda marketlərdə təkcə şampunun qiyməti 22 manatdır. Düşünürəm ki, Trendyolda daha münasib qiymətə bunları set formasında tapıb almaq olar. Əgər sizə də mümkünsə Trendyoldan alın. Çinin böyük Bravolarda bu formada çox gözəl zövqlü qablar var. Hal-hazırda çox insan bunlardan alıb evində istifadə edir. Düşünürəm ki, mətbəxdə istifadə üçün həqiqətən də gözəldir. Tək-tək qiymətləri 4 manat, 5 manat, 7 manat arası dəyişirdi. İstənilən rəngdə və formada alıb setləşdirə bilərsiniz siz də. Həmçinin burada çox zövqlü, hər zövqə demək olar ki, uyğun olan bakallar var bu formada. Bunlar əslində şampan üçündür. Amma düşünürəm ki, sadəcə belə dizayn olaraq da, suvenir və aksesuar olaraq da masada gözəl görsənər. Bravo'nun ən sevdiyim özəlliklərindən biri də içərisində bu formada həm şirniyyatların, həm də hazır yeməklərin olmasıdır. Burada gördüyünüz kimi türklərin məşhur şirniyyatı olan sütlaç da var. Alıb yoxlamaq istəyənlər ala bilər. Bu dünya üzərində səhər saat 9 üçün dırnağa yazılan yeganə insan mən ola bilərəm yəqin ki. Və bir problemimiz də var ki, mən gecəni yatmamışam, full yatmamışam. Ona görə də artıq yuxudan oyana bilmirəm, oyanmaqda çox çətinlik çəkirəm. Hətta dırnaqda gedib oturub saatlarla necə gözləyəcəyimi düşünürəm. Çox makyaj eləmirəm, sadəcə qaş geli və konsiler tətbiq etdim. Bu arada bugün son zəngdir. Və mən dırnaq ustamın yanına gedirəm. Bilmirəm demişdim ya yox. Amma məktəbin yanından keçəcəyik. Mənim oxuduğum məktəbin yanından keçəcəyik və mən son zəngimə getməmişdim. Bəli, son zəngimə getməmişdim. Əgər tam ətraflı hekayə ilə bağlı məlumat öyrənmək istəyirsinizsə, short hissəsinə keçərək kanalımdan oradan qısa bir video var. Onu izləyərək məlumatları öyrənə bilərsiniz. Niyə getməmişdim, hansı səbəbə görə getməmişdim, nələr olmuşdu və s. Amma soruşsaz ki, hal-hazırda peşmansanmı? Hal-hazırda baxıram, öz yaxın xalam qızı və əmim oğlu da son zəngə hazırlaşır. Onlara baxıram, çox maraqlıdır onlar da. Düşünürəm ki, zaten mən son zəngimə getsəydim də bu dərəcədə maraqlı olmayacaqdı və oradan yenə xoş xatirələrdən ayrılmayacaqdım.
Ona görə belə düşünürəm ki, yaxşı ki də getməmişəm. Yəni öz qərarımın hələ də arxasındayam. Heç bir şey eləməmişəm. Saçımın öz təbii buruqlarına baxın. Hələ daramışam belə. Daramasaydım daha gözəl buruqlar əldə edə bilərdim. Baxın. Şirin. Yine təzədən saç kəstirmə periləri gəlib mənə. Bilmirəm onları necə dəf edim. Çünki zaten mən təzə kəstirmişdim. Varsa bir 3 ay olar kəstirmişəm saçlarımı. Yenə kəstirmək istəmirəm. Nəysə ki, dəyənimizi geyinək. Sizə saçımdakı ağları göstərmək istəyirəm. Baxın. Əvvəl çox az idiler, indi isə çoxdular. Artıq son zəng başlayıb. Hər iki tərəfimiz də məktəbdir. Həm evin arxa tərəfində, həm də ön hissəsində 2 dənə məktəb var. Hər birindən də ayrı-ayrı musiqi səsi gəlir. Saçım çox şişdi, bilmirəm necə saxlayım ki, yaxşı olsun. Yığacam. Bu arada üstümə Oyşadan aldığım bu köynəyi giyindim, futbolkanı, altına isə göstərdiyim cins şalvarı. Hüngürvari dodağıma da qələm çəkəcəm. Bu Lux Visage-ın 45 nömrəli rəngindən çəkəcəm. Hal-hazırda bayırda elə bir külək var ki, normal yerimə mümkün deyil, amma mənim ürəyim gloss çəkmək istəyir. Özdə bu Divajın 05 nömrəli bu parlaq glossunu çəkmək istəyirəm, amma öncə saçımı yığaq. Saçım mənim çölə çıxdığımı bilməməlidir. Elə yığmalıyam ki, qəşəng olmalıdır. Bu necə olacaq bilmirəm. Rəng səsini bəlkə də eşidirsiniz, amma mən gloss çəkəcəm. Heç bir şey mənim glossumu çəkməyimə mane ola bilməz. Gecə yatmamış olmağım belə. Zarafatsız gecə yatmamışam. Böyle bir şey oldu. Bununla bağlı ayrıca bir video da çekmişim. İnşallah ki onu paylaşacağım. Parfüm seçək. Mistiyor istifadə edəcəm. Bu arada bunun gözəlliyinə bir yana baxın. Keçən vlogda göstərmişdim. Çamur sifarişlərimdəndir. Bugün nə hikmətsə ürəyim gül-gül qoxlanmaq istəyir. Ona görə çox az vururam. Çünki bunun qoxusu çox ağırdır biraz. Əsil belə buram-buram qızıl gül isi gəlir. Çox qəşəng. Götürüm bilmirəm. Axırıncı bunu istifadə etmişdim. Ona görə bunu götürəcəm. İçərisində də bronzer falan da var. Saqqız olmalıdır burada. Ən sevdiyim glossum. Golden Rose'un bu. Neçə nömrəlidir? 201 nömrəsi. Qızlar çox gözəldir. Əsl şüş effekti verir. Bayılıram buna. Amma indi bunu hələlik kənara qoyaq buradan. Bunu istifadə etmişdik. Bunu götürək. Bunu da qoyaq. Belə. Bir kombin oldu. Saçımdaki belə. Neyse gedək. Ağlımda əslində bir-iki dənə seçim var dırnaqla bağlı. Amma son qərarı orada verəcəm. Tipik bir əkizlər bürcü olaraq. Keçən dəfə TikTokda belə bir video çıxmışdı qarşıma. Bir xanım bu 72% sabunların duru versiyasını tərifləyirdi. Hansı ki bunları Pataryan maşına əlavə edirdi. Çox təriflədi. Amma mama göstərəcəm. Gələn dəfə yəqin ki mən də alacağım. Bilmədim, özümə su da aldım. Orada yatmayayım deyə. Deməli 22 ildir burada yaşayıram. Və dırnaq ustamın yanına gələndə görəndim ki, sən demə burada belə məhəllələr də var imiş. Heç buralara gəlməmişdim bu arada. Burada isə məhəllədə təmir işləri gedirmiş. Bir anlıq elə bildim ki, məhəlləyə girişi bağlayıblar. Fikirləşirdim ki, alternativ olaraq hardan giriş edə bilərəm. Dırnaqlarımı isə uzun zamandır kvadrat formada istifadə etmirdim. Ona görə bir dəyişiklik olsun deyə biraz uzun və kvadrat formada elətdirdim. Əslində gedəndə bu yox idi ağlımda, amma belə bir şey elətdirdim. Yəni həyatımda ilk dəfədir belə şit, amma gözəl dırnaqlarım olur. Həqiqətən özüm də özümə şokdayım ki, mən bu dırnaqları necə elətdirdim. Qızlar, videonun əvvəlində də qeyd etmişdim. Bugün son zəngdir. Həmçinin xalam qızının da son zəngidir. Ona görə sabahlar onu görməyə gedəcəyik, təbrik etməyə. Ona kiçik də olsa bir simvolik hədiyyə almaq istədim. Ona görə hədiyyə axtarışındaydım. Əslində ona yekə bir stitch almaq istirdim.
Amma mağazalarda təəssüf ki, axtardığım şeyi tapa bilmədim. Amma burada çox gözəl açara taxmalıq buruluqlar var idi. Bu tospiki isə çox bəyəndim. Dəhşət gözəl idi. Mənim istədiyim stiçlərdən sadəcə bu yekələr qalmışdı. Bunlar isə çox yekədir və bu taxma dırnaqlara bayıldım. Həmçinin yıxdım, dağıtdım. Sonra isə fikirləşdim ki, ən yaxşısı ona aksesuar almaqdır. Daha sonra gəldim mənim ən sevimli məkanım olan Madame Bouge aksesuaris yerinə. Buradakı aksesuarları mən hardasa 9-cu 10-cu sinifdən bəri alıb istifadə edirəm. Qətiyyən qaralmırlar. Həqiqətən də məhsulları çox keyfiyyətlidir. Yəni aldığınız qiymətlə dəyir. Zaten qiyməti də o qədər şişirdilmiş qiymətlər deyil, yəni münasib qiymətdədir. Demək olar ki, hər büdcəyə uyğun siz buradan hədiyyə və yaxud da özünüzə aksesuar ala bilərsiniz. Mənim ən sevdiyim və ən çox istifadə etdiyim aksesuar sırğadır. Mən sırğasız özümü həqiqətən də əsil hiss edirəm. Sanki hansısa bir hissəm evdə qalıb, nəyimsə çatışmır kimi bir his gəlir mənə. Həqiqətən də özümü çox pis hiss edirəm. Sırğa ilə mən tamamlanıram demək olar ki. Amma xalam qızı təəssüf ki, sırğaları sevmir, taxa bilmir, istifadə edə bilmir. Ona görə onun üçün ən çox qolbaqlara və üzüklərə baxdım. Bu aksesuarlar bura təzə gəlib, bu qolbaqlar yay mövsümü ilə bağlı. Qiyməti isə 6 manatdır, təkbətək. Bunlar isə dəst formasındadılar, 12 manatadır. Düşündüm ki, alıb istifadə etmək olar. Birini özüm üçün götürdüm, evdə sizə ayrıntılı olaraq göstərəcəm. Burada isə çox gözəl, ayağa taxmalıq hal-hallar var. Həqiqətən də çox qəşəngdilər. Düşündüm ki, buradan alım bunu da. Həqiqətən keyfiyyətli olar. Hətta xəmsəli olan versiyasını belə tapmışdım. Amma nəsə içimdən gəlmədi almaq. Sanki Temudan sifariş versəm daha gözəl olar. Amma burada da qəşəng versiyada var idi. Qiymətlər də dəyişirdi. 8 manata, 10 manata, 12 manata. Bu isə 7 manata idi göstərdiyim model. Düşünürəm ki, çox zövqlüdür. Ayaq biləyində də çox gözəl görsənəcək. Bu arada indi fikir verirəm, dırnaq rəngim elə zaqarlı rəngdir ki, bədənimi çox zaqar göstərir. Əllərim çox qara düşür lakın rəngindən. Belə bu formada çox gözəl setlər də var idi. Düşünürəm ki, hədiyyəlik mükəmməldir. Mən hələ də şokdayam ki, bu dırnaqları mən elətdirmişəm həqiqətən. Nə bilim, yəni bilmirəm, bir partlayış yaşandı burada. Amma yəqin ki, gözüm öyrəşər. Nəysə, yaydı. Çox da fikir eləmək lazım deyil. Və gələndə isə ilk olaraq bu mənzərə ilə qarşılaşdım. İlk öncə bunu alma hesab etdim, amma səndimi alçaymış. Evə gəldim və gələr-gəlməz istəyirəm ki, bunları sizə göstərim aldıqlarımı. Daha sonra gedim yatım, çünki gecəni yatmamışam. Əlbəttə ki, özümə də bir şey almadan oradan çıxa bilməzdim. Özümə də belə qolbaqlar aldım. Əslində mən belə aksesuarları çox bəyənmirəm, çox mənim tərzim deyil də. Amma düşünürəm ki, qəşəng maraqlı bir obraz yaratmaq olar bunlarla. Yəni bunu kəsək. Belə. Gözəl görsənəcək. İndi prosta taxmıram, bunu ortaya taxmaq lazım idi əslində. Nəysə də belə bir şey. Qəşəng ağ kombin eləmək olar bunlarla. Daha sonra keçək aldığım hədiyyəyə. Əslində mən hədiyyə alanda çox da çətinlik çəkmirəm. Bilmirəm niyə, amma elə demək olar ki, o insanın xarakterinə, onun zövqünə uyğun hər nəsə tapa bilirəm. Amma özümə nəsə alanda niyə bu qədər çətinlik çəkirəm, niyə bu qədər seçim arasında qalıram, bilmirəm. Yəni, tipik əkizlər bürcü, ancaq mənə əkizlər bürcü nümayəndələri başa düşə bilər. Deməli, yaşına uyğun bir hədiyyə almaq istədim. Belə bir incə bir üzük. Göstərim sizə. Çox qəşəngdir. Çox incə görsənir. Bir digər isə onunla dəstləşdirdiyim belə bir qolbaqdır, braslet. Düşünürəm ki, çox qəşəng görsənir. Baxın bir dənə necə parıldayır. Bunlar su yolu gedir, səhv etmirəmsə. Və belə bir özəlliyi var, hansı ki, sizin əgər biləyinizin razmeri iridirsə, buradan bunu iriləşdirib taxa bilərsiniz. Bu niyə belə oldu? Bir saniyə. Aha, bu formada bir əlavə hissəsi var. Bu formada taxa bilərsiniz qolunuza. Əgər biləyiniz incədirsə və qolunuzdan düşürsə mənim kimi brasletlər, onda bu hissədən tamamilə çıxardıb belə taxa bilərsiniz.
Düşünürəm ki, çox gözəldir və bunun başqa rəngləri də var. Orada göstərdim, səhv etmirəmsə, qırmızı, yaşıl, rəngarəng olan versiyaları və s. var idi. Mən dəstləşdirdim. Həmçinin onun yaşına uyğun olaraq bəyənə biləcəyi bir rəng seçmək istədim və bunu seçdim. Düşünürəm ki, mənə alınsaydı, mən çox sevinərdim. Ümid edirəm ki, o da sevinəcək. Belə. Bunları daha sonra qəşəng paketləşdirəcəm. İndi əsas məsələ olaraq gedib yatmalıyam. Bu arada hələ dırnaqlarım mövzusundan çıxa bilməmişəm. 2 dəfədir ki, mən belə dırnaqlarla gəzirəm. Mamam belə şokdaydı görəndə 2 dəfə. Həqiqətən 2 dəfədir belə mənim şit dırnaqlarım var. Amma məncə yaydı. Olar deyə düşünürəm. Nəysə. Qızlar, keçən dəfə vlogda demişdim, bilmirəm deməmişdim, yadımda deyil, amma çox uyğun qiymətli 2 dənə məhsul tapmışam, hansı ki ikisi də İsananın məhsuludur. Uyğun qiymətli qidrafil yağ və üzümü köpüyü axtarırsınızsa həqiqətən əla məhsullardır. Bunu Rosma mağazalarından əldə edə bilərsiniz. Mən də Rosmandan əldə etmişəm. İçərisində parfüm yoxdur. Tərkibini bu formada oxuya bilərsiniz. İçərisində silikondur, parabendir, parfümdür yoxdur. Tərkibini çox bəyənirəm. Bu mənim artıq 2-ci dəfədə alıram. Bir dəfə aldım, sınadım, çox bəyəndim. Başqa bir məhsulunu sınadım İsananın yenə. Onu da bəyənmişdim, amma bu köpük formasındadır. Düşünürəm ki, bu daha gözəldir. Həqiqətən də makiyajı çox gözəl təmizləyir üzdən. Mən iki aşamalı türklər demiş təmizlik etdiyim üçün birinci qidrafil yağdan istifadə edirəm. Qidrafil yağ olaraq da bunu istifadə edirəm. Daha sonra üzümü köpüylə üzümü təmizləyirəm. Qiymətləri 6 ya da 7 manat arası olmalıdır. Endirmə düşəndə daha da aşağı qiymət əldə edə bilərsiniz. Nəzərinizdə olsun, əgər qidrafil yağla üzümü köpüyü axtarırsınızsa. A few moments later. İndi isə istəyirəm ki, bu popcornu hazırlayaq. Görək necə olacaq, çox maraqlıdır. Arxasında əslində qeyd olunub. Görək necə eləyəcək. Belə açaq. Nə maraqlı. Hazır yağı da var hətta. Bağlı da ağzı. Burada qeyd olunub, baxın, necə hazırlanır. Belə qabın içərisinə yerləşdirdim, çünki üzərində qeyd olunub ki, kağızı bu formada qoyun. Şəkli üzə baxan tərəfdə, yəni bu formada. Kənarlarından isti olacaq, qabda qoyun. Ona görə qabda qoyuram. Üzərində qeyd olunduğu kimi hazırladım. 3 dəqiqə qeyd edilmişdi və mən də 3 dəqiqəlik qoydum. Həqiqətən də çox gözəldir. 3 dəqiqəyə hazırlayıb yeyə bilərsiniz. Həqiqətən dadı da çöldən alınmış popcornlarla birə-birdir. İçərisində yağı, duzu var. Mənim tək etdiyim səhv içərisini tam qarışdırmamağım oldu. Artıq söndü, amma içərisindən hələ də səslər gəlir. Belə oldu. Hansı ki, mən sadəcə bir tərəfli açıb içərisindən götürdüm. Amma siz götürdüyünüz zaman ağınızda olsun. Tam olaraq paçkanla qarışdırın. Çünki içərisində duz tökülüb, bu duz aşağı hissədə qalır. Tam əhatə olunmur bütün popcornlarla birlikdə. Bugünlük bu qədər idi. Kanalıma abunə olub, videonu bəyənməyi və şərh yazmağı unutmayın. Özünüzə yaxşı baxın. Gələn videolarda görüşmək üzrə. Sağ olun.